72-ci suala baxırıq. Günəş 20 dərəcə cənub enliyində zenitdədir. Günorta vaxtı hansı coğrafi enliyinə şaquli bastırılmış dirəyin kölgəsinin uzunluğu dirəyin öz uzunluğuna bərabər olar? İlk növbədə 20 dərəcə cənub enliyində günəş zenitdədirsə, deməli həmin məntəqəyə günəş 90 dərəcə bucağı altında düşür və şaquli dirəyin kölgəsi, yəni günəşin düşmə bucağı əgər 45 dərəcə olarsa, o zaman şaquli dirəyin kölgəsi öz boyuna bərabər olar. İndi isə bu məntəqəni tapmaq üçün biz 20 dərəcə cənub enliyində günəşin 90 dərəcə düşdüyünü bilərək, yəni həmin məntəqədən 90 ilə 45-in fərqi 45 dərəcə edir. Yəni biz 20 dərəcə cənub enliyindən 45 dərəcə şimal və ya 45 dərəcə cənuba gedə bilərik. Əgər 20 dərəcə cənub enliyindən 45 dərəcə cənuba getsək, 65 dərəcə cənub enliyinə çatırıq. Yəni burada 65 dərəcə cənub enliyi də ola bilər. Amma cavab variantlarında 65 dərəcə cənub enliyi yoxdur. Digər bir məntəqəni tapmaq üçün isə 20 dərəcə cənub enliyindən 45 dərəcə şimala getsək, 25 dərəcə şimal enliyinə çatırıq. Deməli, həm 25 dərəcə şimal enliyinə, həm də 65 dərəcə cənub enliyinə günəşin düşmə bucağı 45 dərəcə olacaq. Müvafiq olaraq cavablara fikir versək, C variantında 25 dərəcə şimal enliyi göstərilmişdir. Sualın doğru cavabı olacaq C variantı.